Peyğəmbər buyurur, əleyhissalam sizin üçün təmizlənmək və paklanmaq mənbəyidir. Təmizlik və paklıq mənbəyidir əleyhissalam. Və insan əleyhissalama tanımamış, bilməmiş, onun əməl dəftərinə, onun yaxşı sifətlərinə baxmazdır. Ki, əhl-i sünnə mənbələrindəndir bu hədis. Qal Rasulullah ənləhu səyyifətən mu'minin hubbu əliyyin Əbi Talib. Əhl-i sünnə mənbələrindəndir. Peyğəmbər buyurur, müminin əməl dəftərinin ilk yazısı Əli ibn Əbi Talibin məhəbbətindən başlanır. Müminin qiyamət günü əməl dəftərinin açılanda sözsüz orada Əli ibn Əbi Talibin məhəbbəti olmalıdır. Və əleyhissalamdan Peyğəmbər buyurur, zikr Əliyin ibadətin. Əlidən danışmaq ibadətdir. Çoxları bunu səhv başa düşürlər. Ki, ibadət namaza deyərlər, ibadət oruca deyərlər, ibadət Allahın qoyduğu işlərə deyərlər. Əlidən danışmağın hara, ibadət hara. Əlidən danışmaq iş orasındadır ki, əlini tanıtdırmaq və əliyə məhəbbət namazın qəbulun şərtlərindəndir. Əliyə məhəbbət orucun qəbulun şərtlərindəndir. Allah bir meyyar qoyub və o meyyar əsasında da haqq hesab edir. Tərəzi qoyub Allah Taala. Necə Salihin dəvəsi bir meyyar idi Qurani Kərimdə o qövm üçün, bu dəvəyə dəyməyin. Nəuzubillah, mən dəvi ilə əhl-i beyti misal çəkmirəm. Sadəcə meyyar qoyub ki, əleyhissalamı ki, insanların əməlləri əlinin məhəbbətindən başlanır. Və qəbirdə də ilk suallardan biri də budur ki, mən imamım, imamın kimdir? Bunu həm əhl-i sünnəyə sual verəcəklər, həm şeyə sual verəcəklər. Bütün qəbirə qoyulan insanların hamısına bu sual veriləcək. Mən imamım, imamın kimidir? Bu tarixi Bağdadidə əhl-i sünnə mənbəyidir. Bu hədis gəlir ki, əlini sevmək, əlidən danışmaq ibadətdir. Əlisiz namaz namazdır. Bəzən bu sözləri götürürlər, quraşdırırlar, düzəldirlər, gör bu küfürdür, bu filandır, o birisidir. Ayə gətirirlər, de ki, mənim ibadətim, o birisinin hamısı Allah üçündür. Əlbəttə ki, bunlar hamısı Allah üçündür. Bütün işlər Allah üçündür. Amma Peyğəmbər siz bəlli məsələdir ki, İslam yoxdur. Və eyni zamanda Peyğəmbər buyurur ki, ya Əli, Əhməd İbn Həmbəl Musnəd kitabında sən olmasıydın, dünyaya məni tanıtdırmağa adam qalmayacaqdı. Peyğəmbəri bizə tanıdan əleyhissalamdır. Quranı bizə tanıdan əleyhissalamdır. Və əleyhissalamı sevmək, əleyhissalamın məhəbbəti insanı belə bir dərəcəyə gətirib çıxardır ki, Həzrəti Həmzə şəhid olmuşdu Uhud döyüşündə. Yuxuda Peyğəmbəri görür. Peyğəmbər onu yuxuda görür. Deyir, ya Həmzə, necə oldu hadisələr? Nə başına nə iş gəldi? Deyir, ya Rəsulullah, hər şeyi sorğu-sual elədilər, hətta şəhidliyimi belə. İki şey dadıma çatdı burada ən çox. Onların biri də Əli ibn Əbi Talibin vilayəti və məhəbbəti əleyhissalam. Həzrəti Həmzə Seyyid-ü Şühədadır, özü şəhiddir, amma bu sözü deyir. Əleyhissalamın pak ruhuna salavat. Allahümmə salli alə Muhammed və alə Muhammed. Həzrəti Xızır əleyhissalamın belə bir əhvalatı var. Bir nəfər Mədinədə kör olur və həclərə, ora gələn insanlara deyir ki, kim əlinin dostundan su alıb içər. Bu cür insanlara su paylayır. Bir nəfər deyir, mən bir ay keçəndən sonra bunu gördüm, Mədinədə də Məkkədə gördüm, bunu gördüm, gözləri açılıb. Deyir, mən səni görəndə gördüm, sən kör idin, necə oldu bir ayın içində sənin gözlərin açıldı. Deyir, mən bu sözü deyə gedirdim, kim əlinin yolunda, əlinin dostundan su alıb içər. Birdən bir nəfər yaxınlaşdı mənə ki, sən doğrudan da əlinin aşıqısan. Dedim, bəli.